Salam, hər vaxtınız xeyir əziz və dəyərli izləyicilər. Yenə mən gəldim. Yenə yeni bir vloq ilə qarşınızdayım. Bu dəfəki vloq videonun başlığından da anladığınız kimi ancaq kargo açılımıdır. Yəni videonun əvvəlindən sonuna qədər ancaq kargo açacağıq birlikdə. Ayrı-ayrı günlərdə bağlamalarım gəlmişdi. Yenə də hamısını yığdım bir araya. Bir video hazırladım. Bəzilərini shortsda görmüsünüz, bəzilərini isə görməmisiniz. Onu da dedim elə bu videoda hamısını bir yerdə görsədim və bütün məhsulların nömrəsini də qoyacağım orada. Kim istəsə məhsul nömrəsini Temuda girib axtarışda yazıb tapa da bilər. Və ayrıca burada endirim kodu da yazacağım. Həmən o endirim kodu ilə, yəni bu ilk sifarişlərə aiddir. Əgər heç sifariş etməmişsinizsə və bu kodu yazaraq endirim əldə edə bilərsiniz. Ancaq yəni bir şey var ki, bu kodu ancaq 24 saat ərzində, yəni aktivdir. Yəni 24 saat ərzində sifariş verməlisiniz ki, endirimi itirməyəsiniz. Və beləliklə qızlar, indi isə keçək videomuza. Deməli, öncə gördünüz nələr açdım, məhsul nömrələrini də qoymuşdum orada. Bu isə belə televizor stendi üçün suvenirlər almışdım. Bilirsiniz, orada mən də vlogların birində də qeyd eləmişdim. Boşluqlar var idi. Oraları doldurmaq üçün belə bir suvenirlər aldım ki, hamısını da eyni qızılı rəngdə almışam ki, gözəl görsənsin. Dizayna uyğun gəlsin deyə qızılı rəng aldım. Və belə bir cütlük fil almışam. Fil cütlüyü daha doğrusu. Keramikadandır qızlar. Digər isə onlar da yenə də ceyrandır deyəsən. Onlar da cüt şəkildə satılır. Onlar isə materialı belə sərt plastikdir. Daha sonra belə altılı mətbəx dəsmalları almışam. Çox gözəldir bunları. Şəkildə göründüyü kimidir, eyni. Ölçüsü yetərincə böyükdür və yaxşı su çəkən materialı var. Çox bəyəndim bunları. Hətta bir neçəsini hədiyyə paylamışam artıq. Özümə cəmi 3 ədədini saxladım. Və burada da naxışlarını göstərirəm ki, 6-sı da fərqli naxışdadır. Və hər birində belə naxışlarını göstərirəm. Və özüm üçün bir kofta sifariş elədim. Bunun şalvarında buna bənzər rəngdə şalvar da sifariş etmişdim. Cins şalvar və ona uyğun da istədim belə bir koftam da olsun. Ümumiyyətcə köynək tipli koftaları nədənsə sevirəm. İstəyir qabağı düyməli olsun, istəyir bağlı olsun. Yəni belə bu tipdə varatnikli köynəkləri çox sevirəm. Biraz böyük gəldi, amma ki modelinə görə yenə də pis qalmadı, yaraşdı. Ümumiyyətcə sevirəm biraz belə önümdə boş qalanda koftalar. Ona görə də çalışıram ki, çox belə bədənə oturan koftalar olmasın. Geniş, bol koftalar seçirəm həmişə özümə. Və bir ədəd də belə pambıq materialdan yenə də kofta almışdım özümə. Bunu da çox bəyəndim. Sadə bir ağ koftadır. Belə qabağı biraz uzun kimi. Belə arxası da demək olar ki, qabağı kimi eyni ölçüdədir. Material da belə görürsünüz də biraz dartından pambıq kimi. Çox sevdim. Çox belə yumşaq toxunanda belə xoş bir hissi var materialın.
Və yenə də belə altılı təmizlik bezləri almışam. Bunun belə materialını görsənməyinə baxmayın. Sanki ilk baxışdan elə görsənir ki, su çəkən deyil, amma çox gözəl şəkildə suyu nəmi çəkir. Hətta adı da belə yazılıb, sehrli bezlər. Yəni ləkə də buraxmır. Yəni sildiyi şüşədə, güzgüdə falan ləkə buraxmır və yuyanda da ləkəni özünə parçada olan ləkəni tez buraxır. Çox bəyəndim əslində. Düzdür, biraz böyük olsaydı yaxşı olardı. Ölçü olaraq bəyənmədim, amma belə keyfiyyətini bəyəndim. Və yenə də 2 ədəd belə mətbəx dəsmalları almışam. Qara rəngdə. Bunun da yenə də ölçüsü də, keyfiyyəti də çox gözəldir. Eyni o birisi dəsmallar kimi. Daha sonra belə bir dörtlü stol örtükləri almışam. Bunu keçən vlogda görmüşdünüz qızlar. Bununla bağlı çox suallar gəlmişdi. Yəni necə vurmusunuz, neçə almısınız? Burada məhsul nömrəsini qoyacağım qızlar. Bu məhsul nömrəni girib demoda axtarışda yazırsınız və həmən bu stol üzlü örtükləri çıxır və yəni özünüz də bacarmasanız kiməsə, yəni bacarana deyin, sizə köməklik etsin, sifariş edin. Həddindən artıq çox sual gəlmişdi və keyfiyyətini də göstərdim burada qızlar. Çox gözəldir. Yəni həqiqətən də çox bəyəndim. Stolunda üzərində keçən vlogda göstərmişdim necə oturur. Yəni almağa dəyər. Qiyməti isə 20 manat idi. 4 şəkildə, yəni 4, 6, 12 belə, yəni 8, 12 belə şəkildə satılır, səhv etmirəmsə. Ona görə də yəni mən 4 ədədini götürmüşdüm. Siz istədiyiniz qədər ala bilərsiniz. Və 2 ədəd yenə də belə bir yapışan asılqanlar almışdım. Daha sonra bir ədəd də belə yataq dəsti almışdım, amma bu yataq dəstin prostini yoxdur, ancaq yorğan üzüdür və 2 ədəd balış üzüdür. Keyfiyyətini soruşsaz, ilk toxunuşdan, yəni keyfiyyəti yaxşı görsənir. Qızlar, hətta burada yaxından göstərəcəm sizə. Pis deyil, təmiz pambıq olmasa da, yəni keyfiyyətcə pis demək olmaz, çox yaxşıdır. İstifadə edəndən sonra daha dəqiq deyəcəm sizə necədir, yəni keyfiyyəti, tiftiklənmə, zad falan olur, olmur deyə bilmərəm, amma qiyməti də ucuz deyildi. Düşünürəm ki, qiymətinə görə yaxşı bir şey olmalıdır. Və buna bənzər prostini də sifariş etmişəm. Artıq gəlib, hətta indi yəqin ki, ya bu vlogda, ya da başqa bir vlogda göstərəcəm. Rəngi uyğunlaşdırıb tapdım. Onun da tək prostindir və 2 ədəd balış üzü var idi. Fikirləşdim ki, qarışıq istifadə edərəm və bu bağlamalarım bitdi. Bu da bir başqa gündən yenə də bağlamam gəlib. Videoları çoxdan çəkdiyimə görə, yəni hətta sizinlə birlikdə baxıram, yadıma düşür ki, hansı bağlamalardır. Və burada da çox həvəslə gözlədiyim bir sifarişim var idi, onu gözləyirdim. Endirimlə almışdım. Çaynikdir, çox gözəl dəm çaynikidir. Deməli qızlar, o çaynik 43 manata yaxın idi qiyməti, normal qiyməti. Temo mənə sağ olsun endirim kartı təklif elədi və o endirim kartını istifadə edərək çaynik mənə 43 manatdan 17 manata başa gəlmişdi. Çox sevinərək sifariş etdim. Və bu isə qızlar kofe aparatı üçün filtrlərdir. Bunun içinə kofeni qoyub, yəni süzür də kofeni, çöküntü bunun içində qalır. Ona görə də burada oğlum demişdi, var, yəni 50 ədədi 5-6 manat civarındadır. Mən isə onu
100 ədədini 5 manata aldım Temudan. Və belə bir, bu da hamının bildiyi, aldığı bu şotka deyim buna, yəni süngərdir. Çox deyilənə görə çox yaxşı bir məhsuldur. İstifadəsi rahatdır. Mən də sifariş etdim ki, yoxlayım. Əsasda hamamda kafirləri sürtmək üçün aldım onu. Və bu da bayaq görmüşdünüz bir qəhvəyi kofta götürmüşdüm. Onu almışdım. Ona uyğun belə bir şalvar da sifariş etmişdim ki, dəst şəkildə geyinim. Bunu da çox bəyəndim. Həm rəngi, həm oturuşu, hər bir şeyi ürəyimcə oldu. Bunun da artikulunu qoyacağım burada. Məhsul nömrəsini istəyən girib baxar. Ölçülər də yetərincə var. Və daha sonra belə bir plastik altılı qab aldım, süzgəcli, yəni altlı üstüdür də 3 dəst sayılır. Altı və süzgəci var. Ölçüsü biraz böyük olsaydı yaxşı olardı. Düzdür, bunu hədiyyə olaraq almışdım, özümə almamışdım, amma yenə də nəsə belə biraz balaca olmağı məyus elədi məni. Artıq bunu hədiyyə aldığım adama təqdim eləmişəm. Belə qızlar, bu da həmən dediyim çaynikim, hansı ki 43 manatdan endirim kartı ilə 17 manata almışam. Nəsə görünüşü çox ürəyimcə oldu, çox bəyəndim. Şəklini qoyacağım bura qızlar. Yəni düzdür, mən bunu biraz belə, yəni ensiz təsəvvürləmirdim. Yenə də pis görsənmir, xoşuma gəldi elə. Amma yumru kimi təsəvvür edirdim. Sən demə bunun eni belə necə ensiz imiş, yumru şəkildə deyil, aval şəkildədir. İndi görəcəksiniz. Amma özü çox belə şirin görünüşü var. Hələ ki heç bunu da istifadə etməmişəm. Tutumu da normaldır. Nə az, nə çox. Belə normal tutumu var. Qablaşdırılmasını da çox bəyəndim qızlar. Çox sağlam şəkildə qırılmadan, sınmadan gəlib çıxıb. O penoplast gördüyünüz kutuda göndərildiyinə görə düşünürəm ona görə sağlam gəlib çatıb. Və belə möhkəm hər tərəfini sarıyıblar ki, zədələnməsin. Belə bir setkalı qapağı var. Belə görürsünüz görünüşünü, uzunsov. Yəni yumru deyil, belə uzun sovdur, çaynikin forması. Çox gözəldir. Yəni mən çox bəyəndim. Fikrinizi yazın, rəy bölməsində necədir, bəyəndiniz, bəyənmədiniz. Çox şirin görünüşü var. Kreativ görünüşü var. Burada yəni satışda rastıma çıxmayıb, heç görməmişəm mən bundan. Yəni varsa da düşünürəm ki, elə yəni ucuz da olmaz, baha olar. Yəni qiymətinə görə yəni 17 manata endirimlə aldım da mən onu çox yəni əla düşünürəm ki, demək olar ki, havaya almışam bu cür çayniki. Və bu bağlamam da belə qızlar, bu da bitdi. Bu da bir başqa bir gündən. Yeni mətbəxdə açıram bu kargonu. Çünki mətbəxə aid əşyalardır. Həm də ki, nəsə sevdim burada çəkilən videoları, çox işıqlı, yaxşı düşür. Elə indəki də kargolarımı artıq mətbəxdə açaram. Aydın şəkildə görsənir. Və yəni shortsda paylaşdığıma görə uzunla yəni çəkmişəm videonu. Necə çəkmişəm, o cür də paylaşdım. Və bu dəfə nə gəlib sifarişimdə? Deməli qızlar, bunu da shortsda görmüsünüz yəqin ki.
Belə bir çox həvəslə sifariş etdiyim, amma gəlin açanda mənə solduğum bağlamadı. Onu da deyəcəm niyə. Belə bir, buna nə deyirlər? Bizdə surahi deyilir də, səhv etmirəmsə, qrafin və 4 ədəd belə fincanı var, şəffaf, yüngül, çox gözəldir. Amma təəssüf ki, nəyə məhəs olmuşam onu deyirəm. Açanda baxdım ki, biri qırılıb fincanın. Çox pis oldum. Girdim ki, yəni geri qaytarma eləyim. Daha sonra fikrimi nədənsə dəyişdim. Nəsə tənbəllik elədim onu. Pakovkalayıb yenidən məntəqəyə qaytarmaq dedim qalsın və Temu yenə də sağ olsun mənə endirim kartı təklif elədi. Eyni bundan bir dəstə aldım yarı qiymətə. Normal qiyməti hardasa 50 manatdır. 50 manatdan bilirəm ki, ya biraz azdır, ya biraz çox, amma təxmini 50 manata yaxındır qiyməti. Və mən onu endirim kartı ilə 22 manata aldım. İndi sorsanız ki, endirim kartı nədir qızlar? Yəni bu, yəni istədiyin vaxtı əldə etmək olmur. Onu Temu ancaq özü istədiyi vaxt təklif eləyir. Ona görə də hər zaman istifadə etmək olmur onu. Onu da dedim ki, bilmiş olasınız. Yəqin ki, yəni Temu'nu istifadə edənlər bilir. O endirim kartı Temu istənilən vaxt təklif edə bilir. Və belə bir mətbəx üçün saat almışdım. Bunu da çox bəyəndim. Bunda yenə də məhsul nömrəsini qoyacağım. Belə sarılı, limonlu naxışları çox bəyənirəm. Ona görə də elə bu naxışda götürdüm. Növbəti vlog, onu da qeyd edim ki, qızlar, mətbəx turu olacaq. İzləmədə qalın ki, qaçırmayasınız o videonu. Və bu saatı orada artıq divara vurmuşam. Görünüşünü də orada görəcəksiniz. Və bu isə yenə də mətbəx üçün, mətbəx stolu üçün, indi həmən bu gördüyünüz stol üçün almışdım, amma mən elə bildim orada bu belə necə deyim, yazılmışdı ki, suya davamlı falan belə ləkə götürməyən. Dedim yəqin ki, klonka materialdır, səndə elə parça imiş. Ona görə də hələ sərməmişəm bunu. Qalın 1 milli yarımlıq klonka sifariş etmişəm. O bildinizdə hansı qalın, ancaq belə stolunun üzəri qədər salırsan. Bu dedim ki, bu süfrəni salıb bu klonkanı da üstündən salaram, elə yaxşı olar. Ona görə də hələ ki sərmirəm, gözləyirəm ki, o klonka da gəlsin, daha sonra istifadə edərəm. Amma belə pis deyildi, bəyəndim bunu da. Və son olaraq da bu da yenə də qızılı rəngdə stend üçün dekor almışdım. Alman dekorudur. Bunu da çox bəyəndim, amma heyf ki, biraz balacadır ölçüsü. Biraz böyük olsaydı daha yaxşı olardı. Yəni stendin gözündə çox kiçik qaldı. Bu da yenə də keramikadandır materialı. Və bu videoda açdığım son məhsul idi. Yəni son bağlama və son məhsul. Videom artıq sona yaxınlaşır. Gecə olmadan sağollaşım sizinlə. Sona qədər izləyən hər kəsə təşəkkür edirəm. İnşallah Allah qismət edərsə növbəti videoda, mətbəx turu videosunda görüşərik inşallah. Ona qədər özünüzdən müğayət olun. Özünüzə yaxşı baxın qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik.